Hər şeyi itirə-itirə gedirik. Elə gözəl oynayırlar ki, həyatda. Heç səhnədə bəlkə də elə oynaya bilməz aktyorlar. Orada insanlar acından ölür, amma teatra gedir. Küçədən keçəni tutub kinoya gətirirlər. Ay ana, sən məni niyə gətirdin bu dünya? Kaş maaşla da yaşamaq qeyri-mümkündür. Görməməzlikdən gəlirlər sanki səni. Bu yaşdan sonra düşünürəm ki, nəyə və kimə lazımdır. Mən dünyamı dəyişəndə mən haqqımda nə yazacaqlar, mənim çox maraqlıdır. Salam, hər vaxtınız xeyir olsun. Ev adamının bugünkü qonağı maraqlı obrazları ilə tanınan, sevilən aktrisamız Azərbaycanın xalq artisti Naibə Allahverdiyevadır. Salam Naibə xanım, xoş gördük sizi. Xoş gününüz olsun xanım. Evdə vaxt keçirməyi sevirsinizmi? Ən sevimli məşğuliyyətiniz nədir? Evdə vaxt keçirmək ümumiyyətlə o mənim bürcümdə bu dovşan ildir, pişik dovşan ildir. Mən elə ev pişiyiyəm. Mən evi çox sevirəm. Evdə oturmağı ümumiyyətlə çox sevirəm. Yəni mən harasa getmək, gəzməyi də sevirəm. Amma necə sevirəm? Məsəl üçün hansısa xarici ölkələrə getmək, o tarixi yerləri ziyarət, yəni görmək, baxmaq. Bax bunu sevirəm. Amma belə hər gün məsəl üçün düzdür, mən hər gün yürüyüş eləyirəm də sağlamlığıma görə lazımdır. 1 saat belə həyətdə gəzirəm. Amma evə daha çox bağlı adamam. Yəni evə bağlıyam. Evdə oturmağı sevirəm. Evdə olanda heç nə, ev işləridir, sosial şəbəkələrdir, nəsə maraqlı bir mövzu haqqında məsəl üçün oxuyuram, filmlərə çox baxıram. Ən çox mən deyərək ki, bu son vaxtlar mən ən çox filmləri izləyirəm. Yəni filmlərə çox baxıram həddindən artıq. Kinomanam, yəni bir sözlə desək, amma janrın da mənim üçün fərqi var. Məsəl üçün mən bayevik filmlərini heç cürə sevmirəm, qəbul da eləmirəm. Sonra qorxulu filmləri qəbul eləmirəm. Amma müharibə mövzulu, müharibəyə aid olan filmləri sevirəm. Orada yəni insanların o müharibə dövründə yaşayışları, yəni o çəkdikləri əzabları, o dözümlükləri yəni mənə maraqlı gəlir və mən o müharibə filmlərinə baxanda hərdən yaşadığımız günə bəlkə də şükür edirəm. Ona görə daha çox baxıram ki, yaxşı ki biz o dövrdə doğulmamışıq. Ona görə o filmləri baxandan sonra mən də elə bil yəni Allaha şükür daha çox elə bil yəni olub, daha çox şükür eləməyə başlamışam. Sizin bir arzunuz da olub dünyanı gəzmək. Bu arzunuzu nə bilirsiniz? Təbii ki, araşdırmışam. Niyə bu arzunuzu reallaşdırmamısınız? Bilirsiniz, həm maddi cəhətdən imkanım olmayıb, həm uşağımla çox məşğul olmuşam. Uşağımın təhsili ilə bağlı məşğul olmuşam. Həm də ki, teatrda yəni işlərim çox olubdu vaxtı ilə, zamanında. Yəni bilirsiniz ki, bizim teatrımız təmirsiz olubdu, sonra təmirə başlayıb, bağlanıb və biz demək olar ki, rayonlarda keçirtmişik ən çox. Yəni tamaşaları rayonlarda oynayırdıq. Qastrol səfərlərində olurduq. O dövrdə bilirsiniz durğunluq dövrü idi. Çətin vaxt idi. İnsanlar yəni gəncliyimdən gedirsə söhbətə. Yəni ən çox insan gəncliyində gəzirdi. Yəni çövrə növbəsinə belə dururduq. O dövrlər çox çətin bir dövr idi. Həm maddi cəhətdən, həm belə. Hara getməyi çox istəyirsiniz? Mən ekzotik yerləri çox sevirəm. Binalar olan yerləri sevmirəm. Çox binalar var belə. Ekzotik yerlər, tarixi, məsəl üçün yerləri çox sevirəm. Baxmaq istəyirəm insanların. Məsələn, İtaliyanı istəyərdim gəzmək. İtalyanlar mənə çox maraqlı gəlir. İndi bilmirəm, müasir İtalyanlar necədirlər? Onların özünə məxsus belə koloriti var. Yəni koloritli millətdir bizim kimi. Daha çox mən onları Qafqazlılara bənzədirəm, İtalyanları. İtaliyanı görmək istəyirəm, Venesiyanı görmək istəyirəm. İspaniya, Meksika, yəni belə koloritli bir ölkələri belə yəni görmək istəyirəm. İndi də biraz təyyarə qorxum var. Fobiyam var. Biraz da gərək bilirsiniz, biraz da sağlamlıq imkan verə də ona gəzmək. Yəni onun üçün biraz
sağlamlığın olmalıdır. Məndə də bir sağlamlığında problemlər vardı. Ona görə nəysə qalıb, amma arzulayıram. Bütün günü qızıma deyirəm, bax, görsən mən bütün həyatımı sənə həsr elədim, amma heç kəsə bilmədim. Hər gün ona deyirəm o sözü. O da deyir ki, mama, deyirəm getmirsən də mənə. Mənim yanımda mütləq adam olmalıdır. Mən yalnız gəzə bilmirəm. Kimə də deyirəm, məsəl üçün tutaq rəfiqələrimdən də, ya ailəsindən məşğuldur, ya kiminsə imkanı yoxdur. Bax belə tək də gedə bilmirəm yəni. Tək qalmışam. Bir dənə Türkiyədə olmuşam. Bir də keçən il qızım axırda deyinim deyir Şarm Əl-Şeyx. Amma çox gözəldir ora. Sizi həmişə gülərüz, həyat eşqi yüksək xanım kimi görmüşük. Əgər sevdiyiniz işlə məşğul olmasaydınız, belə qalmağı bacarardınız? Yox, onu deyə bilmərəm. Amma mən sizə bir söz deyim. Çox qəribədir. Hərdən mən öz-özümə sual verirəm ki, düzdür, hər kəsin həyatında stresli hadisələr olub. Yəni dünyada elə bir insan yoxdur ki, onun həyatında stres, müəyyən çətinliklər olmasın da. Amma biraz fərqlilik var. Çünki məndə o uşaqlıqdan başlayıb bunların hamısı, bu hadisələr, həyatın gedişatı elə bir uşaqlıq illərindən o necə deyirlər, vura gəlir. Və mən hərdən özüm fikirləşirəm ki, nəcə belə insanlara qarşı bu cür qalmışam da. Yəni gülərüz siz demişkən də mən çox sevirəm insanlara, yəni təbəssüm göstərim, yəni təbəssümlə yaxınlaşım. Mənim üçün bu savab bir işdir, bilirsiniz? Bu savabdır. Mən belə düşünürəm. Zamanında yox demədiyiniz üçün peşman olmusunuzmu? Hə, çox olub məndə ki, yox deyə bilməmişəm. Amma indi peşmanam ki, mən niyə yox deyə bilmirəm. İndi amma özümü zorluyuram yox deməyə. İndi çalışıram ki, yox deyə bilim. Yəni amma yenə də fikirləşirəm, yazıqdır. Mən ona niyə yox dedim? Bəlkə mən məsələn kimsə nəsə mənə deyir. Bəlkə mən hə deyim, yazıqdır. Mən onu incidərəm. Mən onu necə deyərəm? Bəlkə o pis olar. Bəlkə mənim hə deməyim buna çox vacibdir. Mənəvi cəhətdən, yəni nəsə də belə. Amma çalışıram ki, elə şeylər var ki, mən ona yox deyirəm. Artıq bu yaşımda. Deyə bilirsiniz. Deyir 40-dan sonra gələn gorunda çalar məsələsi. Heç bu sənəti buraxıram dediyiniz an olub? Yox, mən bu sənəti, mən özümü bu sənətçisi hesab eləmirəm. Yox, yəni mən nə bilim bu sənəti atım, gedim. Yox, elə bir şeylər olmayıb məndə. Əziblər də, yıxıblar da, sürüyüblər də. Amma yəni bu sənətə eşqim bitməyib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisasısınız. Səhnədə oynamaq çətindir, yoxsa həyatda? Səhnədə. Çünki həyatda Rusada oynamaq insanlar çox gözəl oynayırlar. Çox gözəl. Bəzən deyirlər ki, göz hər şeyi deyir. Amma mən deyərdim ki, göz artıq heç nə demir. Yəni bilirsiniz necə, elə gözəl oynayırlar ki, həyatda, heç səhnədə bəlkə də elə oynaya bilməz aktyorlar. Başa düşürsünüz? Çünki bunun da səbəbi nədir? İnsanlarda, bəzi insanlarda təbii ki, utanc hissinin itməyidir. Bu faciədir cəmiyyət üçün. Özünüz sosial şəbəkələrdə görürsünüz də. Dünən ayıb sayılan bir şey indi artıq ayıb deyil. Yəni o qədər bu utanc hissi götürülüb ki, yəni adi baxırsan da artıq buna. Düşünürsən ki, belə də olmalıdır. Və bu günləri sən deyirsən ki, bir insana, sən niyə oynuyordun? Deyir, inanmayaydın, hə, mən oynuyordum. Var belə adamlar. İnandığınız olub? Mən elə inana gəlmişəm də. Elə inanmışam da həmişə. İndi çalışıram ki, inanmayım. Düzdür, o sadəlövlüyüm biraz gedib, indi daha ağıllı davranıram. Amma yəni artıq bu yaşdan sonra düşünürəm ki, yəni nəyə və kimə lazımdır? Sizə qadağa qoyulan rol olubmu? Yox, olmayıb. Elə bir şey olmayıb. Yox, mənim ailəm qarışmayıb. Amma sadəcə olaraq bir şey olub. Mən deməli universitetin axırıncı demək olar kursunda idim. Özbəkistanla Hindistan bir film çəkirdi. Məhəbbət haqqında əfsanə. Oradan gəlmişdilər, əlbəttə Sovet dövrü idi də. Oradan bizdən də seçirdilər. Aktrisalar seçirdilər. Yadıma gəlir onda. Mən orada Samira roluna düşmüşdüm. Orada baş rolü Malkani oynayırdı. Malkani idi. O Hind aktrisası oynadı. Mən də o ikinci rolə düşmüşdüm.
Mənə məsəl üçün qoymadılar ailəmlə o vaxt getməyə. Yəni mənə o vaxt kino provalar deyirlər, foto prova olmuşdu, kino prova olmuşdu. Bəyənmişdilər. Hətta Özbəkistandan telegram da gəlmişdi ki, mən gedim ora yenidən yoxlanışa, amma demişdilər ki, bu 100%. Yəni orada SSR-dən bir çox aktyorlar, aktrisalar yəni çəkilirdi də. Gürcüstandan çəkilirdi, Ermənistandan çəkilirdi. Nəysə o vaxt qoymadı. Bax onda mənə bir qadağa olub. Getməyə icazə vermədilər. Yox, icazə vermədilər ki, sən qız uşaqsın, sənin Hindistanla nə işin var? Yarımştat televiziya tamaşasına Tomka rolu ilə rəng qatmısınız. Bu rol həyatınızı necə dəyişdi? Bu rol bir tərəfdən yaxşı oldu, bir tərəfdən yaradıcılığıma bir zərbə vurdu. Yəni mən tanındım bu rolla, sevildim bu rolla. İndi də insanlar var ki, hətta gənc nəsil belə məni görəndə deyirlər, Tomka deyil bu. Yəni insanlar öz evdə, ailədə, indi çox adamlarda yəqin o vaxt kasetlər var idi. Yəqin uşaqlarını göstərirlər də. Gənclər də məni məsəl üçün çoxu o obrazdan tanıyırlar. Siz Tomkanıza baxdıq və yaxud biraz nəsil məsəl üçün həmişə deyirlər ki, sizin tamaşalarınızla biz böyümüşük. Bax belə bir söz işlədilər həmişə. Amma bir tərəfdən yaradıcılığıma elə bil nəsə belə bir yüngül bir zərbə vurdu. Çünki ondan sonra mənə bu tipli rollar verməyə başladılar. Komediya janrına məni daha çox çəkdilər. Halbuki mən dramatik aktrisayam. Yəni mən Naxçıvanda işləyəndə ancaq dramatik rollar oynayırdım. Teatrda da mən daha çox dramatik rollar oynayıram. Məni nəsə elə bil uzaqlaşdırdı bu janrdan. Bizim də rejissorları bilirsiniz də, yəni hazır necə deyirlər, materialla işləməyə xoşlayırlar. Amma əsl rejissor odur ki, məsələn, aktyoru necə deyirlər, dəyişdirə bilsin. Aktyorun da gücü ondadır ki, onda dəyişmə gücü olsun, perevaplaşenya olsun. Mənə elə gəlir ki, aktyor üçün, yəni aktyor elə plastikası olmalıdır ki, o daxili plastikası ki, ondan rejissor hər bir fiqur obraz düzəldə bilsin. Məsələn, mən belə düşünürəm. Yəni janr ampula söhbəti olmamalıdır ümumiyyətlə aktyorda. Naibə xanım, tamaşada o dövrdə az görünən, açıq deyə biləcəyimiz bəzi səhnələr vardı. Tamaşaçı qınağı oldumu? Yox, mən sizə deyim ki, bilirsiniz, səhnədə əgər hər şey estetik cəhətdən həll olunursa, o heç vaxt insanlarda ikrah hissi yaratmır. Başa düşürsünüz necə? Məsələn, tutaq xarici filmlərdə biz baxırıq, orada elə bir səhnələr var ki, tamaşaçı ona normal baxır və fikirləşir ki, bu filmə lazımdır bu cür səhnələr. Başa düşürsünüz? Və insanda o ikrah, qıcıqlanma oyatmır. Filmdə də, yəni burada da belədir. Yəni mənə hələ bu sözü deyən olmuyor. Heç kəs mənə bir söz deməyib bu söz barədə. O dövrdə Cünabı da çox cəsarətli Yox, cəsarətli yox. O dövrdə insanlar daha intellektual idi. Başa düşürsünüz? Daha hər şeyi deyir, Rusun belə bir sözü var, deyir ki, meyli etbasmayı, meyli испорченности, belə bir söz var. Hər kəs öz ağlından ölçürsə, nə düşünürsənsə, onunla da hər şeyi ölçürsən. Əgər bu səhnədə bu lazımdırsa, deməli bunu sən etməlisən, amma o qədər estetik cəhətdən gözəl həll olunmalıdır ki, tamaşaçıda qıcıq oyatmadı. Mən yəni heç vaxt eşitməmişəm ki, kimsə desin ki, bu nədir, nə bilməm. Əksinə, hamının çox xoşu gəlirdi o tamaşadan. Mənim rolumdan xüsusilə çox xoşları gəlirdilər ki, çox şirindir. Sizin üçün ən çətin və yadda qalan rol hansı tamaşada olub? Yadda qalan rolum çox təriflənən rolum. Yəni biz Dünya Türk Festivalında da o tamaşa ilə getdi, orada çox mənim rolumu çox təriflədilər, həddindən artıq. Pəri Caduda Şamama Cadu obrazım. Hansı obraz sizi daxildən çox sarsıdıb? Obrazdan çıxmaqda çətinlik çəkmisiniz? Bax, mən sizə deyim, vəxa tamaşası var idi. Orada mənim bir rolum vardı. Düzdür, sonra rejissor çıxartdı bizi orada o roldan. Mənim orada monoloqum var. Qızının necə öldüyü barəsində danışır. Yəni bir ana kimi ömür boyu, yəni ömür boyu bu daxili istirablar yaşayır. Yəni bu qazamatda olur, bilirsiniz də. O vaxtda yəni repressiya dövrü olub. Bunu da qızının qatili kimi sürgün eləyiblər bunu və buna ömürlük iş veriblər. Yəni ömrün axırına qədər o daxili istirabları bu yaşayır.
Və orada bir monoloq var. Məsələn, mən monoloqda o qızı haqqında danışır. Mən o monoloqda özümü çox pis hiss eləyirdim. Yəni çıxa bilmirdim yəni o obrazdan çıxa bilmirdim. Bilirsiniz, bəzən biz ümumiyyətlə başqa insanların həyatını yaşayanda mən əsl aktyorlardan deyə danışıram. Yəni şuur altına oynadığın o obrazların həyatında keçirdiyi istirablar, faciələr, yəni sən onları oynayırsan, sən onları canlandırırsan. İstər-istəməz mütləq sənin şuur altına yeridilir bunlar. Bu hadisələr mütləq olur. Yəni şuur altında qalır. Və sonra da bu sənin biraz həyatda, şəxsi həyatda, yəni səhnə arxası həyatında biraz sağlamlığına da ziyan vurur. Ürəyinizdə qalan rolları yubileyinizdə oynadınız. Heç soruşmusunuzmu bu rollar sizə niyə verilməyib? Bəli, təbii ki, mən bir aktrisa kimi lazımı qədər istifadə olunmadım. İstifadə olunmadım, bəli. Yəni mənim oynaya biləcəyim obrazlar var idi. Yəni oynaya bilmədim onları. O mənim ürəyimdə qaldı. Soruşmusunuzmu niyə bu rollar sizə verilməyib? Nə bilim, gəncliyimdən məni ən çox xarakterik rollara, yəni bu rolları ki oynadım, komediya oynadım. Ondan sonra yəni mənə əsasən xarakterik rollar verilirdi. Ona görə biraz dəyişdi də, hər şey dəyişdi. Amma mən Naxçıvanda oynamışam. Məsəl üçün Apardisellər Sarada Saran oynamışam. Sonra Burla Xatun oynamışam. Belə rollarım olub. Yəni. Amma istədiyim o Julietta, Kleopatra, yəni olmadı da, yəni onlar olmadı. Amma az da olsa bir 20 dəqiqə səhnədə onları oynadım və çox da gözəl oynadım. Reaksiyalar necə oldu? Heç bir reaksiya yoxdur. Bizdə ümumiyyətlə heç bir reaksiya olmur. Ümumiyyətlə heç bir reaksiya olmur. Sadəcə cəmaət, insanlar, bəli, çox gözəl şərhlər yazıldı. Möhtəşəm. Siz niyə bu, məsəl üçün Kleopatranı niyə oynamamısınız? Çox yaraşardı sizə bu obraz. Niyə sizə verməyiblər? Gərək özünüz nəsə eləyərdiniz, bunu oynayardınız. Necə? Axı aktyor asılı sənətdir. Bizim sənətimiz ümumiyyətlə asılı sənətdir. Və baxmayaraq ki, başqa ölkələrdə belə deyil. Aktyor üçün, məsəl üçün sevilən, tanınan, istedadı olan, məşhur aktyorlar üçün ssenarilər yazılır. Bizdə isə o yoxdur. Yəni görməməzlikdən gəlirlər sanki səni. Düzdür, mənim gəldilər, baxdılar, çox xoşlarına gəldi. Yəni hamının. Amma heç bir reaksiya yoxdur. Ümumiyyətlə yoxdur reaksiya. Ümumiyyətlə heç bir reaksiya yoxdur. Ümumiyyətlə heç nəyə reaksiya yoxdur artıq. Bu da inanırsınız insanı ruhdan salır. Ümumiyyətlə baxırsan ki, ya gözəl tamaşadır. Hansı aktyor, aktrisa gedir xaricdə çəkilir, tutaq. Məsələn, bizimkilər gedib seriallarda çəkiliblər. Görürəm ki, bir-iki dəfə paylaşım olub belə-belə. Amma bizim aktyorlar, məsəl üçün, tutaq Rusiyada bir serialda çəkilir, elə gözəl oynayıblar ki. Mən deyim ki, rusları da üstələyiblər. Amma heç bir reaksiya olmadı. Heç bir reaksiya. Mən biz Pəri Cadu ilə gedəndə Dünya Türk Festivalına gedəndə siz görəydiniz bizim haqqımızda nələr deyirdilər orada. Ruslar, sonra Tatarlar, başqa ölkələrdən olanlar. Siz inanırsınız, mənə gəlib əlimə baxırdılar, belə deyirdilər ki, bu sizin öz əlləriniz idi orada. Deyir, mən deyir, bu qadın, bu teatrşünas deyir, mən zalda oturmuşdum. Mənim də orada yerim var Pəricadda ki, mən zala düşürəm. Bu qadının dedi, yəni mən oynadığım obraz. Yəni orada belə bir yer var ki, mən düşürəm zala, özümə yeni yem axtarıram da, ələ keçirtmək, torma salmağa bir insan axtarıram. Yəni orada belə bir şeydir. Baxıram zala insanlara belə. Deyir, onunla belə təsadüfən nəzərlərimiz qarşı, belə də, bir-birinə toxundu da nəzərlərimiz. Siz inanırsınız, mən qorxdum ona baxanda. Elə bildim ki, həqiqətən mənim qarşımda duran bir, həqiqətən bu, yəni şeytandır, nədir? Yəni deyir, o boyda deyir, elə deyir, qorxdum. Bu deyir, çox böyük bir
aktyorun yəni necə deyim, indi özümü tərifləmək istəmədim. Dedi, "Это большая школа." Yəni böyük bir məktəbdir bu. Amma nə olsun, gəldi, heç səs də çıxmadı burada. Yəni elə də bu aktyorlar gəldilər, bir də kimsə paylaşım elədi və salam bununla qurtardı, bitdi. Bilirsiniz necə? Ona görə də aktyorlar bəzən insan fikirləşir ki, gedin bunu oynayım. Sonra deyir, düz deyib biz tamaşaçı bizə baxsın, zövq alsın. Ay heç olmasa bir reaksiya olsun da. Bu gözəl tamaşalar gedir teatrlarda. Çox gözəl tamaşalar gedir. O gün biri yazıb ki, teatr var. Necə yəni teatr yoxdur? Əlbəttə teatr var. Teatra tamaşaçılar dəstək olmalılar bugün. Tamaşaçı isə bugün teatra dəstək olmur. Amma teatr bugün gündəmdə deyil. Amma yenə də show biznes deyil axı teatr. Teatr başqa bir aləmdir. Teatr cəmiyyətə empati verən bir qüvvədir. Başa düşürsünüz? Teatr həyatın güzgüsüdür, amma elə bir güzgüdür ki, insanı məcbur eləyir ki, sən özünə baxasan orada. Elə bir güzgüdür teatr. Yəni, əgər bugün show biznes bəli, böyük addımlardan irəliləyir Azərbaycanda. Amma buna baxmayaraq mən çox sevinirəm ki, teatr öz dərinliyini qoruyub saxlaya bilir. Yəni uymur ona. Başa düşürsən, bəzən deyirlər ki, teatrın dili dəyişməlidir. Teatr tamaşaçıyla yan-yana durmalıdır. Yəni səhnədən düşməlidir aşağı. Amma mən düşünürəm ki, xeyr, teatr tamaşaçı ilə yan-yana durmamalıdır və öz dilini dəyişməməlidir. O öz dərinliyini itirsə və hamının başa düşdüyü dildə danışsa teatr çevrilib show biznesin bir forması olacaq, başqa bir forması olacaq. Amma teatr insanı, düz deyil, teatr cəmiyyəti necə xilas eləmir, amma onu oyadır. Onu düşünməyə məcbur eləyir, onu səbirli olmağa məcbur eləyir. Teatr tarixi, unudulmaq istəyən tarixi anları canlı şəkildə qoruyur. Teatr tarixdir, teatr ədəbiyyatdır. Yəni məbədə gedən bir yoldur da bu teatr. Başa düşürsünüz, buna görə deyir, belə bir söz var da, mən belə düşünürəm. Cəmiyyəti xarakterizə eləyən bilirsiniz nədir? Mən sizə açığını deyim. Teatra münasibət. Cəmiyyətin intellekt səviyyəsi, IQ səviyyəsi teatra münasibətdən bilinir. Əgər bu gün cəmiyyətin teatra axını çoxdursa, deməli cəmiyyətin də çox hissəsinin IQ səviyyəsi yüksəkdir. Teatr hər kəs üçün deyil ki, hər kəs üçün etmək istəyirlər, amma hər kəs üçün deyil teatr. O hər kəs üçün etmək istəyirsənsə, onu yavaş-yavaş gətirməlisən sən ora. Yəni teatr necə görürsüz yuxarıdadır, səhnə yuxarıdadır, zal aşağıdadır. Teatr tamaşaçının əlindən tutub onu yüksəltməlidir. Yəni insanı münasibətləri qurmaq üçün, yəni empati dedim də bayaqlar, qurmaq üçün çox lazımlı bir şeydir cəmiyyətə. Ona görə də mən heç də istəmirəm ki, bu günləri teatrı bir biznes variantına çevirsinlər. Mən düşünürəm ki, teatr mütləq dövlətin himayəsində olmalıdır, nəzərində olmalıdır. Biz hər şeyi itirə-itirə gedirik. Yəni bir dənə teatrımız var, mədəniyyətimiz var ki, biz onu mütləq qorumalıyıq. Əgər bugün biz teatrı da itirsək, onu biznesə çevirsək, siz inan mənə, biz hər şeyi itirəcəyik. Onsuz da musiqimiz itirilib. Qalıb bir dənə teatrımız. Teatra münasibətdən narazısınız onda? Və əlbəttə narazıyam. Bəli, bu gün demək olar ki, teatra, məsəl üçün, bax, Gürcüstanda teatra münasibət tamam başqadır. Orada teatra bilet tapmaq olmur. Mən indiki vəziyyət demirəm, hardasa bir 5 il bundan qabaq, 5 il bundan qabaq söhbət deyirəm. Məsəlcə, orada teatra bilet tapmaq mümkün deyildi. Mən getmişdim bir dəfə Rusaveli teatrına, mən özüm orada doğulmuşam, bilirəm. Məsəl üçün, orada dedilər ki, biletlər bir ay qabaq satılıb. Yoxdur, siz niyə indi gəlmişsiniz ki? Mən elə bilirdim ki, bizim teatr kimi qeyb bilet alacaqsan. Məsələn, belə. Orada münasibət tamam başqadır. Orada mən elə bil tələbələrdən danışırdım. Bir 7 il bundan qabaq deyək də. Orada məsəl üçün tələbələr mənə dedilər ki, işlərində mən aktrisayam, teatr aktrisası. Dedilər, o, teatr. Onlar bilsə necə deyirlər? Deyəndə aktrisayam. Deyir, o, aktrisa. O, teatr. O,
Aktrisa, aktrisa. Bunlar belə baxırlar bizə. Mən dedim, bunlar niyə belə? Deyir, nə danışsan, aktrisa. Yəni, Bizim tamaşaçı da fərqlidir. yox, bizim tamaşaçı çox fərqlidir. Çox fərqlidir. O, məsəl üçün, orada insanlar acından ölür, amma teatra gedir. Orada onların yaşayış tərzi də fərqlidir. Mən deyərdim ki, onlar hardasa Avropa tərzili insanlardır. Onların düşüncə tərzi də fərqlidir. Yəni yanaşmaları da fərqlidir. Məsələn, orada qızlar dedim ki, teatra gedirsiniz. Dedi, nə danışırsınız? Necə yəni? Teatra biz tələbəyik. Biz həftədə bir dəfə teatra getməliyik. Çünki onlar mənə dedi, tarixdir, teatr ədəbiyyatdır, teatr riyaziyyatdır, teatr bütün incəsənətin növləri teatrda birləşib. Teatr məbəddir. Bilirsiniz? Mən düşünürəm ki, biz də tamaşaçının gəlişindən ilham almalıyıq da. Mən görən düzdür, indi tamaşaçı axını biraz artıb əvvəlkilərə nisbətən. Görəndə ki, tamaşaçı belə yanaşır teatra, axı bir ilham pərisi olmalıdır. Tamaşaçı bizim ilham pərimizdir. Bizə ilham verənlərdir. Biz onları nə qədər çox görürüksə zalda, nə qədər çox alqışlanırıqsa bizə bir ilham gəlir. Biz ilham pərisi ilə yaşayan insanlarıq. Yoxsa görəndə ki, hər şey vecsiz, heç kimin reaksiyası yox, heç kimə lazım. Fikirləşsən ki, hər şey bu heç kimə lazım deyil də. Fərqli platformalar çıxdı, indi məşhurlaşmaq daha da asanlaşdı. Bu əsl aktyorların işini çətinləşdirirmi? Yox, çətinləşdirmir. Kameraya oynamağa nə var ki? Kameraya oynamaq çox asandır. Hamı kamera oynaya bilər. Yəni küçədən keçəni tutub kinoya gətirirlər, onu çəkirlər və normal bir obraz alınır. Amma həmən adamı küçədən tut, gəl bir adamı teatrın səhnəsində oynat. Oynaya biləcəkmi? Yox. Çünki ona görə teatr məbəddir. Orada elə bir tilsim var ki, istedadsız adam ora düşən kimi o saat məlum olunur. Oynaya bilmir, mandraja düşür, oynaya bilmir. Yəni səhnə elə bil başlayır onu boğmağa. Amma aktyor var ki, görürsünüz ki, deyir ki, səhnəyə çıxdı və səhnəni doldurdu. Səhnəni əlinə aldı. Səhnə doldu, səhnə sevindi onunla bərabər. Aktyorluq tamam başqa bir aləmdir. Aktyorluq elə çıxdın TikTokda, bunu qoydun, gözü belə elədin, 2 dənə söz dedin. Bunun nə var? Bunu hamı uşaq da oynayar bunu. Yox, tamam başqa. Aktyorluq böyük sənətdir. Seriallara az çəkilməyinizin səbəbi ssenari zəifliyidir, rejissor zəifliyi, yoxsa qonorar azlığı? Nə bilim valla. Heç özüm bilirəm ki, nədir. Bilmirəm ki. Düz deyil, yaxşı istedadlı rejissorlarımız var. Çəkirlər, baxıram. Amma bizim seriallarımız heç cürə qalxa bilmir. Niyə? Yəni o şey yoxdur da. Bilmirəm, seriallarımıza baxırsınız, baxmırsınız. Nəsə bir soyuqluq var, istilik vermir sənə. İstilik vermir. Tamaşaçıya mesajı ötürə bilmir. Nəsə çatmır. Baxırsan aktyorlar yaxşı oynayırlar, normaldır hər şey. Ssenarilərimiz çox zəifdir. Bu günləri bizim seriallarımızda məişət dili daha çox işlənilir. Mən düşünürəm ki, məişət dili dram janrında olan seriallarda çox işlənməməlidir. Yarbayarı olmalıdır. Bilirsiniz, çünki o dramatik hadisələri, tutaq hansısa bir obrazın, dramatik bir obrazın başrolü tutaq, o hadisələri yüngülləşdirir. Məsəl üçün, nə oldu? Məsələn, belə bir sözlər var, bəzi sözlərimiz var. Ayda, nə bilim nə. Bizim dil zəngin bir dildir və çox gözəl bir dildir. Bizim dil bəsit dil deyil. Bu günləri tamaşaçı kitab oxumur. Gənc kitab oxumur, ən çox seriala baxır. O dilin zənginliyini, dili belə görürsə, o da sabah çıxır küçədə o cür danışır. Bilirsiniz, hər şey yarbayarı olmalıdır. Yəni, məişət dili ən çox komediya janrına daha uyğundur. Küçə dili. Nəinki bu birisi seriallara.
Komediya janrında vulqar sözlərdən istifadə etmək olar? Bilirsiniz, bütün dünyada var da bu. Yəni insan nəyə gülür ən çox? Düzdür, vəziyyət komediyası deyirlər. Ən çox yəni vəziyyət komediyası daha maraqlıdır və dünya kino sənəti tərəfindən ümumiyyətlə qəbul olunan vəziyyət komediyasıdır. Amma gəlin baxaq, bizim tamaşaçılar ən çox sözə gülürlər. İnsanlar bəzən düşünməyi sevmirlər. Məcazi mənada deyilən sözləri çox başa düşmürlər. Başa düşürsünüz. Ona görə daha çox söz yəni güldürür insanları. Çünki mən özüm bir ara monoloq janrında işləmişəm. Görürdüm ki, məsəl üçün ciddi monoloqlar danışırdım, heç bir reaksiya yox idi. Amma neçə bir söz, bir şey hərəkət elədin, siz o deyiniz vulqar, hamı gülürdü. Başa düşürsünüz. Bir də ki, komediyadır. Yəni baxır onu harda necə işlədirsən o vulqar sözləri. Yəni harda, necə? Hazırki seriallardan bəyəndiyiniz var? Belə sırf ürəyim getsin. Yox, sırf ürəyim getsin yoxdur. Yox, amma məsəl üçün cavanlarımız var ki, maşallah indi bizim cavan rejissorlarımız var. Çox istəyərdim onlara dəstək olsunlar. Yaxşı seriallar, belə də yaxşı filmlər çəkirlər, çalışırlar çəksinlər. Yəni o az pula, az miqdarda pula. Bilirsiniz, bir də maddiyyat lazımdır. Bəlkə də hardasa biz qınayırıq. Bir dənə ssenarinin yazılmasına bilirsiniz də nə qədər pul lazımdır. Zəif ssenari güclü aktyorla xilas ola bilərmi? Əgər güclü rejissor da olsa, hə. Biz o qədər zəif elə ssenarilərdə, səhnəciklərdə oynamışıq ki, özümüz nəsə eləmişik maraqlanıb. Naibə xanım, əvvəlcə həyat yoldaşınızla barışdı xəbəri yayıldı, daha sonra isə barışıq pozuldu. Hazırda rəsmi olaraq evlisiniz? Yox. Ola bilərmi qadınlar qınanmaqdan qorxduqları üçün xoşbəxt olmadıqları halda boşana bilmirlər? Bəli, bu əvvəldən də belə olub, indi də belədir. Bürclərə inanırsınız? Hə, çox. Əkizlər bürcüsüz. İkizlərəm. Dəli ikizlər. Qızınız hansı peşə ilə məşğuldur? Qızım ingilis dilinin tərcümə fakültəsini bitirib, indi turizm şirkətində çalışır. Hələ sizi arzunuza çatdırmayıb, hə? Yox, bütün gənclər kimi. Nənə eləmir məni. Naibə xanım, çox gözəlsiniz, həqiqətən də. Doğrudan. İllərdir dəyişmirsiniz. Elədir, cənab operator. Estetik əməliyyat etdirmisinizmi? Yox. Fikriniz var idi. Yox, elətdirməmişəm. Gördüyünüz kimi. Amma istəyirəm, istəyirəm. Bir istəyirəm, amma qorxuram. Yəni birdən dəyişərlər, pis dəyişərlər mən. Amma hiss eləyirəm də, düz deyil, mən o mimik qırışlara görə eləmirəm. Sadəcə olaraq qadınam da, indi hardasa mən istəmirəm, tam üzümü dəyişsən olum 15 yaşında qız, yox, elə istəmirəm. Sadəcə olaraq o üzümdə olan bəzən yorğunluq var, yorğunluq olur da qadının üzündə, hardasa belə biraz, hardasa da nə bilim adam istəyir. Bilirsiniz, biz indi hamı axı özünə baxır Azərbaycanda. İndi öz aramızda adi qadınlar belə, yəni evdə oturan qadınlar belə özlərinə baxırlar. Onlar əgər özlərinə baxırsa, özlərinə maşallah qoy baxsınlar. Qadın həmişə bizim qadınlarımız həmişə gözəl olublar və gözəl yəni çox çalışırlar da özlərində. Bizim kişilərimiz gərək mütləq qadınlarımızın dəyərini bilsinlər. Çünki bu qədər qadınlar canfəşanlıq eləyirlər. Amma mən deyərdim ki, daha çox bəlkə də özümüzə canfəşanlıq eləyir. Yəni qadın həmişə güzgüdə özünü təravətli görmək istəyir. Yəni o təravəti saxlamaq üçün, gəncləşmək üçün yox ha. Təravətim qalsın deyə biraz. Onsuz da nə qədər estetik eləsən də yaş öz sözünü deyir. Yəni mən estetik eləsəm sabah 35 yaşında görsənməyəcəm. Bəli. Düzdür? Və mən elə estetik eləmək istəyirəm ki, yəni az, sadəcə olaraq bir təravətim qalsın. Yəni qoy öz yaşım olsun. Mən gözümü də gizlədə bilmərəm ki. İnsan deyir qocalanda gözdən ən çox onun baxışları yəni yaşlaşır. Əgər sənin baxışların yaşlaşmayıbsa, deməli sən hələ qocalmamısan. Bir şeyə təəssüflənirəm ki,
Yəni bugün bilirsiniz ki, get-gedə hər şey, həyat bahalaşır. Yəni maaşla da yaşamaq qeyri-mümkündür. Düşünürəm ki, gərək zamanında məsəl üçün mənim çox normal səsim var idi. Bir arada oxuyurdum. Sonra nəsə anam demişkən başını buraxdım. Xınalı gəlin bir mahnım da var idi. Hamı da çox bəyənirdi. Gene onu davam elətdirəydim. Sonra fikirləşdim ki, o qədər böyük sənətçilərin qabağında mən necə gedim oxuyum. İndi baxıram. Ay Allah. Elə yoldan keçənlər o dedim, daha elə belə idisə, elə mən həm aktrisa idim. Aktrisa da müğənnidir. Yəni aktrisa hər şey bacarmalıdır da. Elə gedib oxuyub mən də pul qazanardım da. Siz xına məclislərdə aparmısınız Səbit? Hə, zamanında aparmışam, getmişəm. Sonra biraz nə bilim, bilirsiniz, mən biraz söz götürən adam deyiləm. Biraz məndə bu xəssiyyət var. Biraz nəsə xətrimə o saat bir söz deyən kimi, bəlkə də o adam o mənada demir mənə. Amma mənim o saat xətrimə dəyə bilər. Məsəl üçün, mən görürəm də, bu biznesdə, burada hər şey ola bilər. Kimsə, məsəl üçün, xınada qadınlar olur adətən. İndi kişilər gəlir, bir də görsün, girir içəri. Baxırsan, neysə, bəzi məsələlər oldu. Ona görə istəmədim, sözün düzü. Sizin üçün sənət nə vaxt bitər? Heç vaxt. Ancaq dünyamı dəyişəndən sonra da sənət bitə bilər. Sizdən sonra nə qalmalıdır? Bilmirəm onu. Nə bilim. Görürsən, mən dünyamı dəyişəndə mənim haqqımda nə yazacaqlar? Mənim çox maraqlıdır. Nə qalacaq bilmirəm. Siz insan öləndən sonra hər şey bitir. Ölümün üzü çox soyuqdur. Hər şey gedir. Adam hərdən fikirləşir ki, mən hərdən deyirəm ki, ay ana, sən məni niyə gətirdin bu dünya? Kaş gəlməydim bu dünya. Bu dünyada nə var ki, heç nə yoxdur. Hərdən elə fikirləşirəm. Hərdən deyirəm ki, nəvəm olsun, belə fikirləşirəm. Sonra da fikirləşirəm, əşi, əzab, əziyyət. Siz o dəhşətdir ki, insan fikirləşəndə ki, bu dünya əbədi deyil və bir gün sən yoxsan. Bu dəhşətlə insan yaşa dolduqca da bunu fikirləşir. Cavan vaxtı bunu hiss eləmirsən. Cavansan da, amma mənə yaşa gələndən sonra fikirləşsən ki, mən gedirəm, poyuz gəlib, gözləyir. Qapıları gəlir, o tərəfdən poyuz gəlir. Göyə deyirlər, sən poyuzu duşu getdi. O uzaqdan görürsən ki, artıq poyuz gəlir, o siqnalını verə-verə gəlir ki, yəni gəlirəm, dalınca. Gözləməni, indi qatar var, biraz gec-gec gəlir, yavaş-yavaş gəlir, qatar da var, sürətlə gəlir. Tək ki, gənclərimizdə bir şey olmasın. Biz ömrümüzü müəyyən də olsa, pis yaxşı yaşamışıq. Amma bir şey hərdən məni çox narahat edir. Ruhumla yaşım uyğun gəlmir. Bu çox bir şeydir, çox ağırdır. Ruhla yaş, ruh sən demək heç vaxt yaşlanmır. Ruh yaşlanmır. Bunu indi siz gəncsiniz, bilmirsiniz. Ruhunuz neçə yaşdadır? Nə bilim, biraz son vaxtlar mən biraz 1-2-3 ayda elə bil ki, elə bir ruhum biraz aşağı şey oldu da, biraz müəyyən şeylər oldu. Mənim həyatım hər zaman belədir də, qaynayır. Mənim bir rahat həyatım yoxdur da. Yəni o qədər qaynadı, artıq ruhumda qaynama başlayıb o qaynamalar. Yəni özüm hiss eləyirəm bəzən, apatiya düşürəm. Nə bilim, bax belə bir şeylər baş verir məndə hərdən. Depressiyaya çox tez-tez düşürəm.
Yəni artıq sinir zəifləyib də, dözmür. Artıq o stres var, stop stres artıq dözmür. Adi bir şeydən artıq hər şey zəifləyir. O gün bir nəfər yazıb ki, insan niyə yaşlaşanda belə həssaslaşır? Deyirəm, ay evindkisən, mən elə cavanlığımdan beləyəm. Cavanlığımdan mənim bir söz deyəndə gözümün yaşı ovcumda idi. Yəni, bu mənim özümdən asılı deyil də. Belə insanım da mən. Yaxşı ki, beləyəm də. Deməli, mənim qəlbimdə hələ ki o mərhəmət var da. Daş ürəkli deyiləm. Naibə xanım, sonda bizi evinizə dəvət etdiyinizə görə təşəkkür edirəm. Sağ olun, hər zaman var olun. Çox sağ ol qızım, çox sağ ol. Allah sizə də can sağlığı versin. Ən gözəl günlərin şahidi olasınız həyatınızda. Əsas odur. Həmişə ürəyinizi təmiz saxlayın. Həmişə ürəyinizdən, ümumiyyətlə ürəyinizdə kin, küdurət qalmasın. Yəni o insanı çox bax deyirsiniz niyə belə güləriz? Çünki mən ürəyimdə kin, küdurət saxlamıram. Buraxıram gedir. Bilirsiniz, gedir öz üçün. Yəni deyirəm, oldu da getdi. Düzdür, yarası qalır, izi qalır. Amma o kini saxlamıram ürəyimdə. Çünki bu həyatda hər şey ola bilər. Sizə gözəl günlər arzu edirəm operatorumuza da. Siz gəncsiniz, cavansınız. Qoy gözəl günlər sizin, necə deyir, sevinç baş daşınız olsun, kədər isə ayaq tozunuz inşallah. Çox sağ olun.